Şərhlərdə bir izləyicimiz digərinə belə bir sual verirdi. Quranda 6000-dən çox ayə var. Orada Azərbaycana aid olan bir ayə, bir dəyər varmı? Varsa göstərin. Düzü belə bir sual bizim üçün çox təəccüblü oldu. Sual verəni də anlaya bilmədik. Suala düzəməlli cavab verə bilməyəni də. Düşündük ki, bu suala özümüz cavab verək. Hər halda sualdır, veriblər. Niyə cavabsız qalsın ki? Bu sualın cavabı çox sadədir. Quranda Azərbaycana aid olan bir çox ayələr var. Düzü, bu nəinki təkcə Azərbaycana, bütün insanlığa aid olan ayələr və dəyərlərdir. Məsələn, ədalətli olun, Maidə 8, ata-anaya hörmət edin, İsra 23, ölçüdə çəkidə aldatmayın, yəni dürüst olun, Ən'am 152, yaxşılıq edin, Bəqərə 195, yetimlərin, zəiflərin malına toxunmayın, Nisa 10, yalan danışmayın, Zümər 3, hətta valideynlərinizin əleyhinə olsa belə doğru şahidlik edin, Nisa 135, hakimləri pulla ələ almayın, Bəqərə 188, İçkidən, qumardan, bihuş edici, yəni əqli başdan alan maddələrdən uzaq durun, Maidə 90, Vaqiə 19, Saffat 47. Günahsız insanı öldürməyin, Maidə 32 və bunun kimi minlərlə ayələr. Ümumiyyətlə, Quran ayələrinin böyük hissəsi bu dəyərlərdən bəhs edir. Quran oxuyaraq özünüz də bunun şahidi ola bilərsiniz. Bu dəyərlər nəinki təkcə Azərbaycana, bütün insanlığa və bəşəriyyətə aiddir.